Cəmil Əhmədli Azərbaycan Fəlsəfi Məktəbinin banisi Əbdülhəsən Bəhmənyarın təbirincə desək, elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Məhz belə adamlardan biri Azərbaycanın gözəl güşələrindən olan Gədəbəy rayonunun Söyüdlü kəndində 1931-ci il oktyabrın 27-sində Mirzə Teymurun ailəsində dünyaya göz açdı. O, gələcəyin alim filosofu Cəmil Əhmədli idi. Cəmil uşaqlıq illərindən sürətli hesablama qabiliyyəti ilə, hazır cavablığı ilə, mütaliəyə xüsusi həvəs göstərməyi ilə öz yaşıdlarından fərqlənirdi. Bu fərqlilik Cəmil Əhmədlinin doğulduğu ailənin elmə, təhsilə verdiyi önəmdən qaynaqlanırdı. Belə ki, Söyüdlüdə ilk orta məktəbin açılışı məhz Mirzə Teymurun fəaliyyəti ilə bağlı idi. Eyni zamanda məktəb direktoru kimi çalışmış, Mirzə Teymur bir ağsaqqal kimi kənd sakinlərinin maariflənməsi üçün əlindən gələni əsirgəməz, övladlarının savadlanmasını istəyənlərə həm maddi, həm mənəvi dəstək olardı. Təsadüfi deyil ki, Teymur Əhmədliyə kəndin təhsilli müdrik adamlarından biri kimi Mirzə təxəllüsü verilmişdi. Övladlarına əvəzsiz örnək olan Mirzə Teymurun Cəmil oğlu ilə yanaşı, digər övladlarının da gələcəyin elmi dərəcəli alim olmaları bu ailəni ölkəyə məşhur alimlər ailəsi kimi tanıdır. Burada Lev Tolstoyun bir kəlamı öz təsdiqini tapır. Ən yaxşı tərbiyə, yaxşı örnək olmaqdır. İllər keçir, Cəmil Əhmədlinin böyük uğurla keçən dissertasiya müdafiəsindən sonra anası Yetər xanım barədə qəzetdə Yetər xanımın elmi məcmuəsi adlı məqalə dərc edilir və orada Yetər xanımın daha bir oğlunun doktorluq diplomunu digər övladlarının diplomlarına əlavə edərək qoruyur. Cəmil müəllimdən mən lap gənc vaxtlarından tanışam. Mən tibb universitetinə girəndən sonra bu ailəni dərindən tanıdım. Çünki Teymur müəllim, Allah rəhmət eləsin, onun evlatlarının hamısı demək olar ki, alim idi. Qoşqar Əhmədli, Şamil Əhmədli, Cəmil müəllim Əhmədli, Gülnaz xanım, bizdə tibb universitetində fizika kafedrasında dosent işləyirdi. Çox mükəmməl savada malik olan bir qadın idi. Ondan başqa daha iki bacısı vardı. Deməli, üç bacı, onlarla da tanış idim, amma onlarla münasibətim o qədər olmayıb. Amma Gülnaz xanımı çox dərindən tanıyıram, evladlarını tanıyıram və Cəmil müəllimin evladını tanıyıram. Demək olar ki, bu ailəni Qoşqar müəllimin oğlunu, matematik olan oğlunu tanıyıram. Bu ailə demək olar ki, alimlər ailəsi adlanır. Gədəbəy rayonunun Söyüdlü kəndindən çıxan bu ailə doğrudan da çox mükəmməl biliyə malik olan bir ailə oldu. Cəmil müəllimin doktorluq diplomuna qədər Yetər ana artıq iki oğlu Qoşqar Əhmədli və Şamil Əhmədlinin diplomlarını böyük fəxrlə qoruyurdu. Ailənin ilki və demək olar ki, gözü olan 1917-ci il təvəllüdlü Qoşqar Əhmədli 1946-cı ildən ömrünün sonuna qədər Azərbaycanda riyaziyyatın inkişafı yolunda böyük işlər görmüşdür. 30 ilə yaxın elmi pedaqoji və elmi təşkilati fəaliyyət göstərmiş bu böyük insan 60-dan çox elmi əsər yazmış, 60-dan çox riyaziyyatçı alim hazırlamış, 30-a yaxın dissertasiya işinə rəsmi apelentlik etmişdir. Həyatının son anlarına qədər Azərbaycan Dövlət Universitetində çalışmış Qoşqar Əhmədli burada diferensial və integral tənliklər kafedrasını yaratmış və 20 ilə yaxın bu kafedraya rəhbərlik etmişdir. İki dəfə 1952-1955, 1970-1972-ci illərdə Mexanika Riyaziyyat Fakültəsinin dekanı vəzifəsində çalışmış, 1963-1965-ci illərdə Universitet Partiya Komitəsinin katibi vəzifəsində işləmişdir. O, Azərbaycanda ana dilində hazırlanmış ilk adi diferensial tənliklər kursu dərsliyinin təşəbbüskarı və müəllifi olmuşdur. Qoşqar Əhmədlinin təşəbbüsü nəticəsində 1971-ci ildə universitetdə Tətbiqi Riyaziyyat Fakültəsi yaradılmışdı. Hazırda Bakı Dövlət Universitetinin ən nüfuzlu və böyük fakültələrindən biri olan son zamanlar Tətbiqi Riyaziyyat və Kibernetika adı ilə tanınan fakültənin yaradılmasında və inkişafında Qoşqar müəllimin əməyi böyük olmuşdur. Qoşqar müəllimin iş fəaliyyəti nə qədər gərgin olsa da, o öz doğma kəndinə getməyə az da olsa vaxt tapırdı. Orada Qoşqar Əhmədli istirahətindən çox rayon və kəndlərinin problemləri ilə maraqlanıb onların çözülməsi üçün əlindən gələni edərdi.
Qoşqar Əhmədlinin bilavasitə iştirakı ilə Söyüdlü kəndində ilk işıq və su xətləri çəkilir. Qoşqar müəllimin elmə verdiyi töhfələrin insanlara göstərdiyi dəstəklərin sayı tükənməzdir. Heyf ki, həm Azərbaycanda riyaziyyatın inkişafı üçün edə biləcəkləri, həm də xeyriyyə işlərinin davam etməsi üçün ömür vəfa etmir. 12 fevral 1975-ci il tarixində Qoşqar müəllimin vaxtsız ölümü bütün bu işləri yarımçıq qoyur. Ulan həmişə deyirdilər ki, Cəmil müəllim Azərbaycanda dialektik məntiq üzrə, riyazi məntiq üzrə, sosiologiya problemləri üzrə ən yaxşı mütəxəssisdir. Onu da təbii hamımız bilirdik ki, hətta ola bilərdi fəlsəfə ilə məşğul olmaq, fəlsəfə müəllimi olmaq, yaxud deyək ki, fəlsəfənin ümumi problemlərindən danışmaq, təhlillər aparmaq, bu mümkün idi. Ən çətini, xüsusilə Sovet dövründə sosiologiya məsələləri ilə məşğul olmaq idi. Yəni, bu sahədə elə bil ki, Sovet sosial sistemi özü hər şeyi aydınlaşdırmışdı, bütün strukturları qurmuşdu, bütün modellərin ən yaxşısını mənimsəmişdi və burada da hansısa bir fəlsəfi mülahizəyə, hansısa bir redaktör xarakterli və yaxud analitik bir mühakiməyə sanki ehtiyac yox idi və belə bir vaxtda Cəmil müəllim məşğul olurdu bu sahələrdən. Şamil Əhmədli kimya elminə həvəs göstərdiyindən 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunur, Stalin təqaüdünə layiq görülmüş və 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Şamil Əhmədli hələ tələbə ikən Favarovskinin üzvü kimya kursu dərsliyini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Böyük rəğbətlə qarşılanan bu ciddi iş onun elmdə ilk uğuru olmuşdur. Təhsilini başa vurduqdan sonra Şamil Əhmədlini universitetin aspiranturasında saxlamışlar. Şamil Əhmədli 1953-cü ildə akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini almışdır. O 1954-1958-ci illərdə Yusif müəllimin rəhbərlik etdiyi kafedrada müəllim, dosent vəzifəsində çalışmışdır. 1958-ci ildə akademikin tövsiyəsi ilə Azərbaycan Dövlət Universitetinin üzvü kimya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Şamil Əhmədli 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru elmi dərəcəsi almış, 1964-cü ildə professor elmi adına layiq görülmüşdür. Şamil müəllimin 40 ildən çox Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində neft kimyası, üzvü kimyanın nəzəri əsasları, stereokimya, üzvü kimyada kataliz, bioüzvü kimya fənlərində mühazirələr oxumuş, həmin istiqamətlər üzrə tələbə, magistr və doktorların elmi işlərinə rəhbərlik etmişdir. Belə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Şamil Əhmədli 16 avqust 2009-cu il tarixində əbədiyyətə qovuşub. Адимова Рафига, заведующая отделом социологии Института философии и социологии, заслуженный деятель наук, который последние 20 лет работает непосредственно в отделе социологии. Руковожу, вернее, отделом социологии. И, конечно, но хотелось бы вспомнить на несколько минут мой приход в Институт философии. В Институт философии, когда я встретилась с рядом очень талантливых, интересных философов, не только интересные как философы, но и интересные как личности. И среди них особенно яркое впечатление в моей душе и в моем сознании оставил Джамиль Муаллим Ахмедли. Человек, который внутренним своим миром был насыщен философским духом. И вот этот философский дух, если говорить еще о его глубоких знаниях философии, они не только впечатляли, они вооружали нас, диссертантов, именно настоящими знаниями по философии. Alimlər ailəsinin daha bir üzvü Cəmil Əhmədlinin böyük bacılarından biri
Huri Mələk Teymur qızı Əhmədli 39-cu ildə Kirovabad, indiki Gəncə pedaqoji texnikumunun məzunu olan Huri Əhmədli təyinatla Söyüdlü kənd məktəbinə müəllim göndərilir. Rayon rəhbərliyi Huri xanımın bilik və bacarığını nəzərə alaraq onu Gədəbəy rayon partiya komitəsinin təbliğat təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edir. Bu vəzifəni şərəflə yerinə yetirən Huri Əhmədli 1945-ci ildə, 1941-45-ci illərdə Qafqazın müdafiəsinə görə medalı ilə təltif olunmuşdur. Daha sonra Huri xanım 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinin fəlsəfə şöbəsində təhsil almış, bir müddət partiya dövlət işlərində 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə kafedrasında çalışmışdır. 1973-cü ildə Huri Əhmədli sənaye müəssisələrinin fəhlələrində kollektivliyinin inkişafı mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi 1980-ci illərdə dosent elmi adına almışdır. 5 il sonra 1985-ci ildə Huri xanım əmək veteranı medalı ilə təltif edilmişdir. Huri Əhmədli elmi və müəllimlik fəaliyyəti dövrü bir sıra məqalələrin müəllifi, beynəlxalq və regional miqyaslı elmi konfransların iştirakçısı olmuşdur. 11 dekabr 2002-ci il tarixində Huri Mələk xanım Əhmədli əbədi olaraq bu dünyanı tərk etdi. Mən Cəmil müəllimlə ilk dəfə 1957-ci ildə tanış olmuşam. O vaxt mən orta məktəbi bitirib Bakıya ali məktəbə daxil olmaq üçün gəlmişdim. Çox gənc idim, 15 yaşım var idi. Ona görə də hansı ixtisası seçmək iqtidarında deyildim. Ona görə də atam məni apardı Bakı Dövlət Universitetinə, Köhnə Azərbaycan Dövlət Universitetinə. Orada Cəmil müəllimlə görüşdük. Onların arasında qohumluq əlaqələri var idi və Cəmil müəllimlə məsləhət elədi ki, bəs hansı ixtisası versək yaxşıdır. Cəmil müəllim həmin il 1957-ci ildə yerin ilk süni peyki buraxılmışdı. Ona görə Cəmil müəllim başladı peykdən danışmağa, sonra fizikadan, kosmosdan, mikro aləmdən, fizika elminin gələcək perspektivlərindən o qədər danışdı ki, məni valeh elədi onun danışıqları və ona görə də mən universitetin fizika fakültəsinə daxil oldum. Yəni mənim indi fizik olmağımın əsas səbəbi Cəmil müəllim olubdur. Atalar deyib ki, biz zənn edirik, Allah isə həll edir. Digər bacı qardaşları kimi özünü elmə həsr etməyə qərarlı olan Bəyaz Teymur qızı Əhmədliyə Allah elmə yox, məhz aliyə həsr etməyi nəsib etdi. Bəyaz xanım digər bacılarından daha erkən ailə həyatı qurur və böyük bir ocağın hafizi olur. Təmkinli, gözəl, bacarıqlı, Bəyaz gələcəyin həkimlərini, müəllimlərini, mühəndislərini böyüdür. Nəsildəki böyükdən kiçiyə qayğı və nəvaziş göstərən Bəyaz xanımın evinin qapısı hər zaman açıq, süfrəsi isə nimətli olardı. Təsadüfi deyil ki, ona tək öz övladları deyil, bacı qardaşlarının da övladları ana deyərək müraciət edirdilər. Bəyaz ana 2005-ci il oktyabrın 19-da Bəyaz Əhmədli ömrünün 78-ci ilində vəfat etmişdir. Cəmil müəllim rəhbərliyi ilə bir mövzu müəyyənləşdirdik. Yəni o vaxtlar bu yeni istiqamət sayılırdı, sistem yanaşma və bütövlük problemi ilə bağlı. Bizim elmi rəhbər, dissertant kimi əlaqələrimiz o qədər intensiv və məhsuldar oldu ki, təsəvvür edin ki, qısa bir zaman ərzində birgə 5 samballı məqalə hazırlayıb, o vaxt ki, Respublikada ən nüfuzlu elm mətbu orqanı olan Akademiyanın Xəbərlər jurnalında dərc etdirdik. Yəni, bu qısa bir müddətdə. O vaxtlar haradasa Cəmil müəllimin heç 50-yə yaxın yaşı olardı. Ancaq belə artıq mən üçün o vaxtı belə haradasa artıq biraz da belə yaşlı kimi formalaşmış insan təsəvvüratı yaradırdı. Cəmil müəllimin pedaqoq, alim kimi Azərbaycan cəmiyyətinə töhfələri çox olubdur. Bugünün özündə də, məsəl üçün, onun vaxtı ilə dərs demiş tələbələr,
rəhbəri etdiyi aspirantlar, dissertantlar Cəmil müəllimi minnətdarlıqla xatırlayırlar. Onun çox gözəl bir dərs demək üslubu var idi. Yəni çox qavranıqlı, məntiqli, müəyyən faktoloji əsaslara söykənən bir üslubu var idi. O yazısında da bu hiss olunurdu. Bir də onu deyim ki, məsələn, Cəmil müəllimin o nadir filosoflardan idi ki, o elm fəlsəfəsi, epistemologiya, ümumiyyətlə metodologiya, qnosologiya, məntiq, aksiologiya sahəsində çox ciddi biliklərə sahib idi və bu müəyyən ictimai, siyasi proseslərin, cəmiyyət hadisələrinin təhlilində də bu bilikdən istifadə eləyirdi. Cəmil müəllimin kiçik bacılarından biri olan Gülnaz Teymur qızı Əhmədli elmin fizika sahəsini seçərək ali təhsilini Azərbaycan Dövlət Universitetinin Fizika Riyaziyyat Fakültəsinin fizika bölməsində alıb. 1958-ci ildə universitetin məzunu Gülnaz Əhmədli ilə həmin il Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1961-ci ildə o Leningrad, indiki Sankt-Peterburq şəhərində İOFE adına Fiziki Texniki İnstitutunun aspiranturasına daxil olmuş və orada ixtisaslaşma keçmişdir. Gülnaz xanım 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir və fizika, riyaziyyat elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1966-cı ildən Azərbaycan Tibb Universitetinin Tibbi və Bioloji Fizika kafedrasının müəllimi, 1970-ci ildən isə dosenti olmuş Gülnar Əhmədli yerli və xarici nəşrlərdə çap edilmişdir. O 70-dən çox elmi əsərin müəllifidir. Eyni zamanda bir neçə beynəlxalq və regional elmi konfransların iştirakçısı olmuş Gülnar Əhmədli 2002-ci ildə Rusiya Tibbi Texnika Elmləri Akademiyasının akademiki seçilmişdir. 2017-ci il may ayının 19-da vəfat etmişdir. Cəmil müəllim haqqında mən çoxdandan söz demək istəyirdim. Onun ölümü, mən deyərdim, nəinki Gədəbəyin ziyalıları üçün, eyni zamanda Azərbaycanın birinci növbədə filosof, sosiolog ziyalıları üçün bir itki idi. Mən indi iştirak elədim, belə özdə deyim ki, qəfildən olan ölümü idi, heç kim gözləmirdi ki, Cəmil müəllim çox idmanla məşğul olmuş bir adam birdən-birə ələ keçsin. Gülnaz xanımın həyat yoldaşı Arif Quliyev də fizika sahəsində Azərbaycanı ondan kənarlarda tanıdan samballı alimlərdəndir. O, 1957-ci ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini bitirdikdən sonra Azərbaycana gəlmiş, 20 ildən çox Respublika Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. O, burada kiçik elmi işçidən təcrübə zavodu xüsusi konstruktor bürosunun direktoru vəzifəsinədək yüksəlmişdir. 1971-ci ildə texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci ildə professor elmi adı alıb. Azərbaycan və Nazirlər Sovetinin 27 aprel 1972-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülüb. Professor Arif Quliyev 1978-ci ildən etibarən Moskvada Elektrotexnika Nazirliyinin Kvant Elmi İstehsal Birliyində şöbə müdiri vəzifəsində çalışmışdır. 1991-1994-cü illərdə isə Yeni Texnologiyalar İnstitutunda rəhbər vəzifəsində fəaliyyət göstərmişdir. Arif müəllim 1994-2003-cü illərdə Azərbaycan Aerokosmik Agentliyinin direktor müavini, direktorun müşaviri vəzifələrində çalışmışdır. O, 1992-ci ildə Rusiya Tibbi Texnika Akademiyasının akademiki, 1996-cı ildə isə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir. 2003-cü ildən Azərbaycan Respublikasının prezidenti yanında Ali Attestasiya Komissiyasında rəyasət heyətinin üzvü, baş elmi katib, aparat rəhbəri kimi fəaliyyət göstərmişdir. Arif müəllimin timsalında ailədəki alimlər sırasına bir alim daha qoşulmuş oldu. Cəmil müəllim demək olar ki, öz dövrünün ən məşhur olan filosoflardan biridir. O, onunla bağlıdır ki, Cəmil müəllim mükəmməl rus və Azərbaycan dilində
danışırdı, yazırdı, öz əsərlərini də yazırdı. Bu ona imkan verirdi ki, o tez-tez o vaxtı Sovetin Moskvada olan Fəlsəfə İnstitutunda iştirak eləsin işlərində və demək olar ki, öz vaxtında olan filosoflar nadir hallarda o Moskvada gedib orada çıxış eləyənlərdən biri idi. Mirzə Teymurun ailəsinin son beşiyi olan Gülarə Əhmədli Rəhimova böyük qardaşı Qoşqar Əhmədlinin elmi yolu ilə getməyə qərarı alır. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinə daxil olur. 1961-ci ildə universiteti bitirən Gülarə Teymur qızı hesablama riyaziyyatı kafedrasında assistent vəzifəsində iş fəaliyyətinə başlayır. 1963-cü ildə Gülarə Əhmədli həmin universitetin aspiranturasına daxil olmuş və 1969-cu ildə bəzi çox ölçülü diferensial və qeyri-xətti integral tənliklərin ədədi haqqında mövzusunda namizədlik dissertasiyası Moskvada uğurla müdafiə etmiş və riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində çalışan Gülarə Əhmədli 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Hazırda təqaüddədir. Belə bir ailəyə bu cür genlərə sahib olan Cəmil müəllimin təhsildəki və elmi fəaliyyətindəki nailiyyətləri məhz bu şərəfli yolun davamı idi. 1938-ci ildən 1-ci sinifə gedən Cəmil Əhmədli 2-ci Dünya müharibəsi illərində yaranmış çətinliklərə rəğmən təhsilini yüksək səviyyədə davam etdirmiş və 1948-ci ildən 10-cu sinifdə oxuyarkən Respublikada keçirilən Riyaziyyat Olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi Cəmil Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak edir və onun zəkasına, istedadına heyran olur. Əhmədlinin həmin institutda imkansız qəbul olduğunu bildirir. Lakin o zaman müharibənin qoyduğu acı izlər hər bir ailəyə təsir etdiyi kimi Əhmədlinin ailəsindən də yan keçməmişdir. Belə bir çətin dövrdə ailəsindən uzaq düşməmək üçün Cəmil Əhmədli Moskva Fizika-Texnika İnstitutunun təklifindən imtina etməli olur və sənədləri Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə verərək ora qəbul olur. Fakültənin fəxri tələbələrindən biri olan Cəmil Əhmədli buranı fərqləmə diplomu ilə bitirmiş və 1953-cü ilin yayında SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. Cəmil Əhmədli istedadlı və mahir insan olmaqla yanaşı, həm də çox sədaqətli dost idi. O, uşaqlıq, tələbəlik, aspirantura, iş fəaliyyəti dövrlərinin dostları ilə səmimi münasibət saxlayar və bu münasibətlərə böyük önəm verərdi. Maraqlı məqamlardan biri də odur ki, aspirantlıq dövründən başlanmış Cəmil Əhmədli və Mirzə Rəhimov dostluğu sonralar qohumluğa çevrilir. Belə ki, Cəmilin dəvəti ilə Gədəbəyə tətilə qonaq gələn Mirzə, dostunun kiçik bacısı Gülarəni görüb aşiq olur və onunla ailə qurmaq qərarına gəlir. Qohumluğa qədəm qoymaqlarına baxmayaraq Cəmil Əhmədli və Mirzə Rəhimov ömürlərinin sonuna qədər məhz dost qalmış və bir-birlərinə dost deyə müraciət etmişlər. Cəmil müəllim sözün həqiqi mənasında adı böyük hərflə yazılan bir müəllim idi. Bizə deyərdi ki, fəlsəfə dünyanın ən ümumi qanunları haqqında elmdir və fəlsəfəni misallara müncər eləmək olmaz. Amma özü mütəmadi olaraq bizə misallar danışardı və o misalların üzərində qurardı danışdıqlarını. Bu misallar da o qədər duzlu, ləzzətli olurdu ki, bunlar heç yaddan çıxmır. Bugünə qədər deyilir, danışılır. Mirzə Rəhimov Azərbaycan dilçiliyində öz sözünü demiş alimlərdəndir. 1953-cü ildə o Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini, 1956-cı ildə SSR Elmlər Akademiyasının aspiranturasını bitirir. Məhz bu illər ərzində özünə həm sadiq dost, həm də ömür gün yoldaşı qazanmış olur. O 1960-1975-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna şöbə müdiri, elmi katib, direktor müavini vəzifələrində çalışmış, dil tarixi sahəsində mükəmməl araşdırmalar apararaq dilçiliyə əvəzsiz töhfələr vermişdir. 1957-ci ildə Azərbaycan dilinin
18-ci əsrlərə aid yazılı abidələrində feilin indiki və gələcək zamanlarının ifadə formaları mövzusunda namizədlik, 1966-cı ildə Azərbaycan dilində feil şəkillərinin formalaşması, tarixi mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci il professor adı almışdır. 1975-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin İran Filologiya kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. Fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksiologiyası, fars dilinin tarixi morfologiyası kimi sahələrə aid qiymətsiz əsərlər müəllifidir. Şərqşünaslıq Fakültəsində işlədiyi dövrdə Mirzə müəllim yüzlərlə tələbəyə fars dilinin incəliklərini öyrədərək onların yaddaşında müəllimliyin zirvəsində olan bir şəxsiyyət kimi qalmışdır. Mirzə Rəhimovun həm də Arif Quliyevin bu ailəyə daxil olması yəqin ki, təsadüfi deyildir. Görünür ki, alimlər ailəsinin enerjisi bu ailəyə məhz gələcəyin alimlərini cəlb edirdi. Xalqımızın görkəmli filosofu, ictimai xadimi, fəlsəfə elmləri doktoru, professor, Pyotr Elmlər Akademiyasının həqiqi üzvü Cəmil Əhmədlinin anadan olmasının 90 illiyi ilə əlaqədar yığışmışıq. Cəmil müəllim artıq 10 ildir ki, aramızda yoxdur. Amansız ölüm onu bizdən, Azərbaycan cəmiyyətindən, Azərbaycanın elmi ictimaiyyətindən ayırıb, axirət dünyasına qovuşturmuşdur. Lakin Cəmil müəllim bizim qəlbimizdə, ruhumuzda, qanımızda, əqidəmizdə yaşayır. Ona görə ki, o, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli filosof alimlərdən biri idi. Elmi təhsilini davam etdirən Cəmil Əhmədli 1956-cı ildə akademik Teodor Ayzmermanın rəhbərliyi ilə azadlıq və zərurət mövzusunda dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. Daha sonra 1960-cı ildə Cəmil Əhmədlinin bu elmi işi kitab şəklində eyni adla Bakıda rus dilində nəşr edilir və bu kitab mövzuya dair keçmiş SSR məkanında ilk monoqrafiya olur. Cəmil Əhmədlinin elmə olan marağı onun yollarını gələcək həyat yoldaşı Sevda xanımla kəsişdirir. Belə ki, Azərbaycan SSR Elmlər Akademiyasının kitabxanasına elmi yeniliklərini araşdırmağa gələn yaraşıqlı Cəmil Əhmədli orada çalışan gənc və cazibəli qıza aşiq olur və məhz həmin qızla da ailə həyatı qurur. Cəmil müəllim o qədər dəqiq, məsuliyyətli insan idi ki, hətta onun gələcək övladlarının dəqiq sayı və adları barədə etdiyi xəyalı belə demək olar ki, elə dəqiqliklə də reallaşdı. O deyirmiş ki, onun 4 oğul övladı olacaq və adları Sabutay, Ziyatay, Altay və Oktay olacaq. Həyat Əhmədli Sabutayı, Əhmədli Ziyatayı və Əhmədli Altayı Cəmil müəllimə bəxş edərək onun arzusuna çatdırdı. İlk baxışdan çox sərt, zəhmli insan təəssüratı yaradan Cəmil Əhmədli əslində çox qayğıkeş, səmimi, mehriban bir insan olmaqla yanaşı güclü yumor hissinə malik idi. Doğulduğu Gədəbəyin vurğunu olan Cəmil müəllim boş vaxtı olan kimi mütləq ora yollanırdı və belə bir səfərlərin birində o gözəl evdarlıq qabiliyyəti ilə fərqlənən bəyaz bacısına dəyməyə gedir və həyətindən içəri girən kimi ucadan yaman xəngəl iyi gəlir deyir. Əslində bu xəngəl yemək istəyinin özünə məxsus tərzdə ifadəsi idi. Məlum olduğu kimi Cəmil ərəb dilindən tərcümədə gözəl, yaraşıqlı deməkdir və elə Cəmil Əhmədlinin də görkəmi məhz gözəl və yaraşıqlı idi. Hətta Cəmil müəllimin qız tələbələrinin etiraflarına görə onlar dərsdə keçdikləri fənn öyrənmək istəyindən çox müəllimlərinin gözəlliyini seyr etmək üçün iştirak edərmişlər. Cəmil Əhmədli müəllimlik fəaliyyətinə 1954-cü ildə başlamış və bir çox təhsil ocaqlarında çalışmışdır. Moskva Dövlət Universitetində 1954-1956-cı ildə, Azərbaycan Sənaye İnstitutunda 1958-1962, Bakı Ali Partiya Məktəbində 1963-1972, Azərbaycan SSR Elmlər Akademiyası aspiraturasında 1959-1974, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda 1966-1990, Bakı Dövlət Universitetində 19
1990-2010-cu illərdə çalışmışdı. Müəllimliklə yanaşı Cəmil Əhmədli 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi katib kimi fəaliyyət göstərmiş, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1958-ci ildən etibarən materialist, dialektikanın qanun kateqoriyası mövzusu üzərində çalışmış, 1963-cü ildə 20 çap vərəyi həcmində 2 böyük monoqrafiya çap etmişdir. Bu əsərlər 1964-cü ildə filosofun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Daha sonra Cəmil Əhmədli 1966-cı ildə bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1990-cı ildən Bakı Dövlət Universitetinin fəlsəfə və sosiologiya kafedrasına başçılıq etmiş, 2000-ci ildən isə fəaliyyətini Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə fəlsəfə kafedrasında davam etdirmiş və həmin kafedranın professoru olmuşdur. Həmçinin bir müddət Ali Diplomatiya Kollecinin prorektoru vəzifəsində çalışmışdır. Cəmil müəllim müəllifi olduğu 16 monoqrafiya, 400-dən artıq məqalə, Azərbaycan Sovet Ensiklopediyasında 54 məqalə və 6 dərslik ilə Azərbaycan elminə böyük töhfə vermişdir. Eyni zamanda alim 12 doktor, 100-ə yaxın namizəd yetişdirmişdir. İdraç nəzəriyyəsi problemləri, fəlsəfi kateqoriyalar və prinsiplər problemi, müasir təbiətşünaslığın fəlsəfi problemləri, elmi-texniki inqilabın mahiyyəti və sosial nəticələri problemi istiqamətlərində elmi fəaliyyət göstərmişdir. Cəmil Əhmədlinin daha bir xüsusiyyəti təşəbbüskarlığı nəticəsində 1969-cu ildə Azərbaycanda ilk sosioloji laboratoriya yaradılmışdır. Cəmil müəllimin rəhbərlik etdiyi bu laboratoriyanın əməkdaşları fəaliyyət göstərdikləri 15 il ərzində ona yaxın aktual mövzu üzrə təqdimat aparmış, 100-dən çox kitab, elmi məqalə çap etdirmiş, ondan çox beynəlxalq konfransın təşkilatçıları, iştirakçıları olmuşdur. Həmçinin laboratoriya işçilərindən 6 nəfər namizədlik dissertasiyası və onlardan 3 nəfəri doktorluq dissertasiyasını müdafiə etmişdir. Həyatını sevdiyi elmə, peşəyə həsr etmiş Cəmil Əhmədli 1990-cı ildə əməkdar elm xadimi fəxri adını almış, 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə akademik seçilmişdir. Təqdimatçı Azərbaycanda təhsilinin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə Şöhrət ordeni ilə təltif edilmişdir. 2001-ci ildə Cəmil Əhmədlinin anadan olmasının 70 ili ilə əlaqədar Ali Diplomatiya Kollecində alimin yubileyi keçirilmişdir. Bu münasibətlə həmin universitetdə görkəmli Azərbaycan filosofu Cəmil Əhmədlinin 70 illiyinə həsr edilmiş Cəmil Əhmədli Ucalığı adlı kitab çap edilmişdir. Kitabda alimin şəxsiyyəti, həyatı, elmi fəaliyyəti haqqında dostları, həmkarları, tələbələri, ümumiyyətlə onu tanıyanların məqalələri mövcuddur. Cəmil Əhmədlinin həyat və fəaliyyətinin əsas tarixləri, əsərlərinin siyahısı haqqında məlumatları əks etdirən bioqrafik göstərici kitabı 2001-ci ildə çapdan çıxmışdır. Bəzən biz yolu seçirik, bəzən də yol bizi. 2010-cu il fevralın 9-dan 10-na keçən gecə Cəmil Əhmədli yolu yox, yol onu seçdi. Əbədiyyətə gedən yol. 2011-ci il fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Cəmil Əhmədlinin xatirəsinə həsr edilmiş gecə keçirilmişdir. Cəmil müəllimin övladları Sabutay, Ziyatay və Altay onun xatirəsini əziz saxlamaq, adını yaşatmaq üçün əllərindən gələni edirdilər. Övladlarının dediklərindən biz müəllim ailəsində anadan olmuşuq, müəllimlərin tərbiyəsini almışıq, özümüz valideyn olduqdan sonra bunun nə demək olduğunu anlamışıq. Atamızın müəllimliklə yanaşı, həm də dərs dediyi elmin tədqiqində böyük nailiyyətlər əldə etmiş alim idi. Atamızın fəlsəfənin inkişafı üçün misilsiz əmək verərək təkcə Azərbaycanda deyil, həmçinin ölkəmizdən çox-çox kənarlarda görkəmli filosof kimi tanınması bizi fəxarət hissi ilə doldurur. Atamız təkcə alim kimi yox, valideyn kimi də mükəmməl idi. Oğul övlad yetişdirmək böyük məsuliyyətdir. Valideyn olduqdan sonra insan bunu daha yaxşı duyur, hiss edir.
Atamız Cəmil müəllim bizim üçün təkcə ata yox, həm də ən yaxın dost, arxa dayaq idi. Biz hər zaman arxamızda dayanan atamızın dəstəyini hiss etmiş və heç bir çətinlikdən qorxmamışıq. Cəmil müəllimin övlad tərbiyəsində ən önəmli məqam təşkil edən səmimi söhbətləri bizə həyatın fəlsəfəsini anlatması heç zaman yaddaşımızdan silinməyəcək. Bizim şəxsiyyət kimi formalaşmamızda onun böyük əməyi var. O bizim üçün ən böyük örnək idi. Anamız Svetlana xanım da müəllim olub. O Bakı Dövlət Universitetinin Rus dili kafedrasının baş müəllimi idi. O əsl müəllim idi. O tələbələrinə öz övladları kimi yanaşırdı. Valideynlərimiz bugün həyatda olmasalar da biz onların sevgisini hələ də hiss edirik və yəqin ki, bu sevgi hər zaman hiss ediləcək və bizi qoruyacaq, yaşadacaq. Biz də onların xoş xatirəsini hər zaman yaşadacağıq. Allah onlara rəhmət eləsin.